Elşad Miri bu debata hünər edib gəlmədiyi üçün bir çox insanlar tərəfindən qınanıldı. Amma dini bilən, ərəb dilini bilən kəslərlə debat eləmədə isə hünəri çatmır. Doğru desəm, kişiliyi çatmır ki, gəlsin, debat eləsin. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Allahumma salli ala Muhammedin ve alihi tahirin. Və la'nu daim ala a'daihim ecma'in. Deməli, debat fərarisi hədis inkarçısını debata çağırmışdı və artıq yalvarır ona ki, az qaldırsın ki, qurban olum gəl, debat edək. Və çıxışların birində deyir ki, hünəri çatmadı, Lorel də desə kişiliyi çatmadı ki, mənimlə debat etsin. Bax, mən də həmin sözü sənə deyirəm. Hünərin çatmadı və kişiliyin çatmadı ki, sən özün təklif etdiyin debatı qəbul edəsən, aradan min bir bəhanə ilə çıxdın. Sən başqalarını alada bilərsən. Amma sənin öz vicdanın, sənin öz insafın olsa, fikirləşərsən ki, mən uşaq bəhanəsi gətirmişəm. Yox, sənin üzün görsənməsə, mən səninlə debat etmirəm. Sən qorxdun və bəhanə gətirdin ki, güya üz görünməsə mən debat etmirəm. İndi sənə çəpik salanlar, sənə fitva verənlər, o vəhabilər ki varlar, onları boşlayıram, onlar heç onları ciddiyə alanda deyilik. Normal, ağıllı, əqli, kamalı yerində olan, insafı, vicdanı olan hər bir kəs gözəl bilir ki, sənin gətirdiyin bəhanədən başqa bir şey deyil. Sadəcə aradan çıxmaq istəyirdin və aradan da çıxdın. Elhamdülillahi Rabbil alemin və sallallahu ala Muhammedin və alihi tahirin.